Kişi sürgün koşulundayken niye özlem duyuyor? Salamıraq. İnsan sürgündə olduqda hara yönəlməlidir? Qurtuluşa yönəlməlidir, can atmalıdır, qurtuluşa can atmalıdır. Lakin bütün bu suallar, düzdür, biz bu barədə hələ danışmalıyıq. Yəni, insan üçün sürgün nə adlanır? Hansı vəziyyətdə o sürgün adlandırır? Çünki sürgün, bu maddi sürgündür, ruhani sürgündür, yoxsa yəni yoldaşlarından uzaq olduğu vəziyyəti sürgün adlandırır, yoxsa sürgün dedikdə o öz deyək ki, maddi həyatından məmnun deyil, ona görə sürgün adlandırır. Yəni bunları biz təhlil etməliyik ki, sürgün dedikdə biz bunu nəyə aid edirik və nə hiss edirik? Və bütün bu anlayışlardan bizim üçün vacib olanını çıxarmalıyıq. Yəni, mənə nə vacibdir? Mənim maddi həyatım, yoxsa yaradana yaxınlaşmaq? Yəni, mən o cəmiyyətdəyəmmi ki, məni yaradana yaxınlaşdıracaq? Yəni, mən həmin bu yoldaşlarla birlik nəticəsində mən onlarla daha çox birləşməklə və onlarla birlikdə bu qrupun daxilində yaradanla əlaqəyə daha çox gələcəyəmmi? Yəni, mən necə öz həyatımı dərk etməliyəm ki, bu mənim üçün ən vacib olan nədir? Mən nədən məmnunam, nədən məmnun deyiləm? Əgər insan öz həyatını belə formalaşdırır və belə təhlil edirsə və özünü məqsədə doğru yönəldirsə və qarşısında çox dəqiq bir mərhələləri görürsə, hansılar ki, onu məqsədə doğru aparır, belə olan halda insan düzgün yoldadır. Və buna görə də daha doğrusu İbrahim bu barədə soruşdu Yaradandan ki, yəni onun sualı, mən necə bilə bilərəm ki, onlar bu irsi alacaqlar? Mən haradan bilə bilərəm ki, mən doğru yolla gedirəm?